Cəlilabad rayonunun daha bir yaşayış məntəqəsinə mavi yanacaq verilib. Hazırda Cəlilabad rayonunda 15 mindən çox abonent və ya 90 minə yaxın əhali təbii qazdan istifadə edir. Onların sırasına bugün rayonun Aslanlı kəndi də əlavə olunub. 120 abonent potensialına malik kəndin qazlaşdırılması üçün bir pilləli sistem əsasında 12 min metrə yaxın müxtəlif diametrli daşıyıcı və məhəllə daxili qaz xətləri çəkilib. 120 sayğac və fərdi tənzimləyici quraşdırılıb. Kəndin 600-dən çox sakini bunu sevinclə qarşılayıb. Açılış mərasimində çıxış edən rayon icra hakimiyyətinin başçısı Əziz Əzizov, Prezident İlham Əliyevin mavi yanacaqla təminatla bağlı tapşırığının rayonda da uğurla icra olunduğu barədə məlumat verərək bildirib ki, hazırda Cəlilabadda 7 kəndin qazlaşdırılması davam edir və bunun hesabına daha 1050 abonent mavi yanacaq alacaq. Mərasimdə həyata keçiriləcək layihələrdən danışılıb, nəzərdə tutulan işlər diqqətə çatdırılıb. Kənd sakinləri, ağsaqqallar göstərilən qayğıya görə minnətdarlıqlarını bildiriblər.